Selamun Aleyküm güzel insanlar, güzel arkadaşlar. Çok istəkləri nəzərə alaraq bugünkü videomu nə olduğunu sizə izah edəcəm. Kənd təsərrüfatında cücə necə baxılır, mən yəni necə baxıram və necə ölməyib qalırlar, onu sizə izah edəcəm inşallah. YouTube kanalıma qoyacağım, YouTube kanalımda ətraflı baxa bilərsiniz necədir deyə. Nə verirəm və yaxud ki, nə antibiotik verirəm, nə vitamin verirəm, hamısını sizə paylaşacağım. Xahiş edirəm, kanala abunə olub mənə dəstək olun. Deməli, getdik videoya. Gördüyünüz kimi mən belə bir yer düzəltmişəm. Baxın, paynikdir, adi. Bizim kənd yerində baxanlar bilə. Belə özüm suvarka ilə yığmışam. Belə kulturun əyib armaturları. Qıraqların setka. Üstü də, içi də isti qalır yayda. Altı da qurudur, nəmişlik olan məhz. Bu da bizim cücələrimiz. Liderlərdir. Cücələrimiz gördüğünüz kimi buradadır. Bir ayın cücələrdir. Baxın, çəkisi hardasa 600 qram. Yaxşı baxsaq 700-800 qram gəlir çəkisi. Cin kimi cücələr, maşallah olsun. Baxmaqdan çox şey asılıdır. Deməli, bunlara yem olaraq nə verirəm? İmişli yem verirəm, 1 manat olan yemlərdən. Çox bahalısına gücüm çatmadığı için 1 manat. Çünki 2 gündən bir 7-8 kilodan yeyirlər bunlar. Çox yəni yeyimcil heyvanlardır bunlar, bu cücələr. Ancaq yemlə baxmaq lazım. Buğda qardalı ilə baxmayın. Çünki burada buğda qardalı bunlar sevən heyvanlar deyil, arıq olasın. Yemlə baxsanız yekə olacaqlar, yaxşı çəki verəcəklər. 2 aydan kəsmək olur bu cücələri. 2 aya kəsirsən bu cücələri. Mən alıram 2 cür yem. İmişli yemi 1 manat olanlardan, xırdası, irisi ikisindən də alıram. Və verirəm bunlara. Qoy yaxşı böyüsünlər deyib. Gündə 2 dəfə verirəm. Səhər, axşam. Amma bol tökürəm ki, pastayan yem olsun qabaqlarında. İndi getdik antibiotik olaraq nə verirəm mən bunlara? 2 litr su olaraq axşama kimi bəs olar. Olmasa tədricən dərman hazırlayıb verəcəm hissini. Gördüyünüz kimi baxın, içirlər özləri üçün. Yemlə bir su içməlidir ki, bunlar kökəlsin yaxşı, ətli olsun. Maşallah olsun, yaxşı ətli cücələrdir yəni. Bu ətli sortlardır bunlar. Yəni cücənin belə baxmaq lazım. İsti temperaturu, isti içərisi isti olmalı, xəstəlik gəlməməli ki. Gördüyünüz kimi antibiotik olaraq bunu verirəm. 10 gündür bu antibiotik verirəm. Tapsanız bu yaxşıdır. Tapmasanız baytara göstərək bunun tərkibində nə var, ondan versin sizə. Çəkirəm ki, ətraflı baxın. Bunu verirəm cücələrə. Bax, üstünə kənd təsərrüfatına toyaq cücənin şəkli də var. Üçqanlar var. Hər şeyim var. Göyərçinlərə də vermə olur bunu. Bunu verirəm. Bu cücələrə istər-istəməz yaxşı saxlayır. Ondan sonra başqa antibiotiklər vermək olar. Sonra bunu verirəm indi. Bu nədir? Mədə soyuqlamaq üçün. Ondan sonra pıqqıltıya qarşı bu iynəni verirəm. Kimin sualı olsa dərmanın adını öyrənib baytardan deyə bilərəm. Yəni problem yoxdur. Pıqqıltıya qarşı verirəm, amma hələ ki təzə vermişəm. Görək 5 gün verib nə effekt verir, onu yoxlayacağım inşallah. Effektini sizə deyərəm. Nədir deyə. Suyuna qatırsınız. Demək, bu necə qatılır? Bu qatılır 1 litrə 1 çay qaşığı 2 litr suya qatılır bu. Xorek qaşığı yox, çay qaşığı 2 litr suya qatıb verirsiniz, yaxşı qarışdırıb içir cücələr onu.